Yanvar ayını çox sevirəm, çünki həm yeni il, həm ad günlərimiz hamısı ard-ardadır. Evdə əməlli başlı bayram abı havası olur. Amma digər ki, bunları təzədən yığıb təmizləmək gözümə bir dağ boyda görsənir. Ən çox da üzüldüyüm bu gözəlim güllərin quruması və onları öz əllərimlə atmağımdır. Bir də təzə il gələn kimi məndə bir fikir yaranır. Evdə istifadə etmədiyim, köhnəlmiş, bəyənmədiyim, mənə xidmət etməyən heç bir şeyi həyatımda saxlamaq istəmirəm. Evdə çox əşyanın olması ağırlıq deməkdir. Bu ağırlıq da həyatımıza, günümüzə, hətta əhvalımıza da təsir göstərir. Əslində biz qadınları anlamaq o qədər də çətin deyil. Harda endirim var, maraqlı əşya varsa alıb evə yığırıq. Bir də baxırıq, bir ildən sonra əməlli başlı evi doldurmuşuq. Ona görə də ildə 1-2 dəfə mütləq evi boşaltmalıyıq. Mən hələ ki bu dolablardan başladım. Növbəti günlərdə isə başqa dolablara keçəcəm. Deyilənə görə fərah evdə bollluq, bərəkət, sevgi, mehribanlıq, firavanlıq bol olarmış. Mən də yalnız müsbət inanclara inanmağa çalışıram. Məncə bu videodan sonra siz də artıq hansısa dolabdan başlayacaqsınız. Başlayanlar rəydə mənimlə bölüşsünlər. Bu qədər. Özünüzə yaxşı baxın. Allah amanında.